Deadpool'dan muciklere salam. Deadpool'dan muciklere salam. Deadpool'dan muciklere. Salam əziz izləyicilər. Bu günləri Vüsal'la bir yerdə Deadpool'dan mujiklərə salam rubrikasının layihəsinin ikinci buraxılışında sizləri salamlayırıq. Bu günləri çox belə qəliz, fəlsəfi və öz layihələrimizə aid olan mövzulara toxunmaq istəyirəm. İlk növbədə öz layihəmizə aid olan mövzulardan başlamaq istəyirəm. Hal-hazırda planladığımız böyük bir kainat var. Və bu kainat özündə bir neçə pop mədəniyyətinin, geek community-nin sevdiyi, bəyəndiyi franşizaları əhatə eləyir. Bir neçə gün öncə izləyicilərimizlə öz şəxsi profilimdə post paylaşmışdım və onların reaksiyasını almaq üçün, onların fikrini almaq üçün bir post paylaşmışdım. Post belə idi: əgər komandamızın imkanı olsaydı, ninja tısbağalar haqqında hansı bir layihə üzərində işləyək, dördü bir yerdə olan team-up layihə, bildiyimiz yəni tısbağaların ailə layihəsi, yoxsa hamının sevdiyi, səbirsizliklə ekranizasiyasını gözlədiyi, amma hal-hazırda pauzada olan The Last Ronin layihəsi. İzləyicilərimizdən demək olar ki, Adrian Barton, Hawkeye'nin o fanatı, həmişə kimi Adrian Barton, Xəlil Nəsibov və təbii ki, Vüsal Rəsulzadə cavab yazmışdı. Cavab bir mənalı olaraq The Last Ronin olmuşdu və animasiya olmağını təklifləmişdilər. Əslində, müasir dövrümüzdə animasiya prosesi, ümumiyyətlə, tək müasir dövrümüzdə olmasın, bir 20 il bundan qabaq, 30 il bundan qabaq da animasiya prosesi çox çətin bir proses idi. Elədir. Onu həyata keçirmək, onu ortalığa çıxarmaq biraz çətin idi. Amma süni intellektlərin sürətli şəkildə inkişaf elədiyini nəzərə alsaq və Hollywoodun demək olar ki, bir 10 ildən sonra kölgədə qalacağını, artıq aktyorlara ehtiyac olmayacağını nəzərə alsaq, artıq o boyda çəkilişlərə, video montajlara, vizual effektlərə ehtiyac olmayacağını nəzərə alsaq, süni intellektlərin sayəsində ortalığa The Last Ronin layihəsini çıxarda bilərik. Plan üzrə əslində The Last Ronin layihəsini biz bir il öncə... Yox, bir ildən çox deyil. Keçən yanvarı idi da? Yox, keçən ay yanvarı deyildi. Yay aylarında idi. Sentyabr, oktyabr ayları idi. O kimi yayda idi da. Bir neçə ay bundan qabaq idi. 4-5 ay bundan qabaq idi o layihəni biz planlayırdıq Vüsal'la. Orada da bizim planımızda iki belə deyim də yolumuz var idi. Sonuncu tısbağanı The Last Ronin olaraq göstərmək və tısbağalara yaxın olan bir personaj, artıq bu spoiler olmadığına görə, bu layihə təxirə salındığına görə, bu variant təxirə salındığına görə Casey Jones'u sonuncu Ronin kimi göstərməyi planlayırdıq. Bu kainatda tısbağalar belə deyim bir növ mutasiya keçməmişdi. Elə bildiyimiz tısbağa formasında qaldıqları və bir növ onların mutasiyasının qarşısı alındığına görə Hamata Yoshi da insan formasında qalmışdı və sonuncu Ronin olaraq, sonuncu tələbəsi olaraq belə deyək də Yoshi klanının ninjutsu stilini Casey Jones'a öyrətmişdi və Casey Jones bir növ The Last Ronin kimi Foot klanına qarşı sonuncu Ronin kimi çıxış edirdi. Bu layihə düzə təxirə salındı. Bu layihəni biz 2025-ci ilin yay aylarında planlayırdıq və bu layihə üzərindən getmək istirdik. Amma nəzərə almışdıq ki, onu da planlamışdıq ki, əgər belə deyək, sonuncu tısbağa olsa, biz onu necə təqdim edə bilərik. İlk olaraq ağlımıza gələn variant 90-cı ilin ninja tısbağaları variantı idi. Yəni aktyorun əyninə kostyum geyindirilmişdi və aktyorlar bir növ kostyumun içində ninja tısbağa kimi də fəaliyyət göstərirdilər, döyüşürdülər. Bu variantı nəzərdə tutmuşduq. Onu da nəzərdə tutmuşduq. Last Ronin'in bir növ The Last Ronin komikslərinə nəzərə salsaq, orada Michelangelo'nun, yəni bu artıq spoiler deyil, hamı bilir ki, sonuncu Ronin tısbağa Michelangelo'dur. Bilməyənlər üçün spoiler ola bilər. Amma yenə də axır əvvəl bilməliyik. Komiks bir 5-6 il bundan qabaq çıxıb. Sonuncu Ronin komiksində, cizgi romanında Michelangelo'nun üzü
belə əlləri və bir növ belində çanağı, o tısbağanın çanağı olanda, yəni o görsənirdi. Əynində amma geyim var idi. Bir növ Bir qolu yox idi. Yox, var idi, qolu var idi. O sən dedin 2003-cü cizgi filmi serialıdır, orada yox. Komikslərdə qolu var. Bir növ samuray tərzində, başında kapüşonka, üzündə tısbağanın sifəti görsənən kapüşonka ilə bağlı, əlləri görsənən, yəni o 3 dənə barmağı görsənən bir variant idi. Biz də onu fikirləşdik ki, hal-hazırda keyfiyyətli, premium formada həmin o ninja tısbağaların 90-cı ildə olan ninja tısbağaların maskaları satılır. Düzdür, qiymət də çox ucuz deyildi. 2 variantı var. Bir var adi dekor variantı, yəni bu variantı geyinirsən, sadəcə üz, belə deyim də, maska üzü bağlayır və təzdən deyərəm. Bir növ maska üzü bağlayır, ağız hərəkət eləmir. Bir də var cosplay versiyası. Bu biraz daha bahalı versiya idi. Orada artıq ağız da hərəkət edir və onların içində Zelastronin maskası var idi. Qara şeylə, bandana ilə bir növ. Planlamışdıq ki, elə bir maska alarıq, əlləri alarıq, 2 dənə əl, arxaya üçün çanaq hazırlayarıq. Həmin o Mikey'nin o komiksdə olan paltosuna bənzər bir palto. Silahları hətta almışıq. Nunçabələrimiz var. Qılınclarımız var, katanamız var. Donatello'nun silahı olan bo var idi. 3 dənə bo var. Bir dənə Rafael'in o silahları, sayları yox idi. Onları da yəni hardansa tapıb və yaxud da ki, düzəltdirib istifadə edə bilərdik. Planımız belə idi. Hal-hazırda ruh ovçuları üzərində işləyirik, ruh ovçuları layihəsi üzərində işləyirik. Bu layihəni biz 2024-cü ildə Vüsal'la bir yerdə həyata keçirmişdik. Adı Mən Kabuslardan Qorxmuram layihəsi idi. Yəni, o layihə ilə hal-hazırda üzərində işlədiyimiz ruh ovçuları layihəsi arasında yer və göy qədər böyük bir, belə maksimum dərəcədə fərqi var. Bu layihədə özünüzdə yəqin ki, bir çox insanlar mənim şəxsi profilimi izləyirsə, orada görüb kostyumlarımız, kombinezonlarımız hazırdır. Silahlar, ruh ovçularının tələsi, ruh tutmaq üçün ghost trap, pekametr, ruhu izləmək üçün, ruhları tapmaq üçün olan cihazımız var. Və bu layihə böyük bir kainata, belə deyim də, start verəcək. Axır ki, illərdir, yəni üzərində işlədiyimiz kainatların təxirə salınmağı hal-hazırda bizi gətirib bu nöqtəyə çıxartdı. Aysel Vüsal düz qeyd elədi. Və ortalığa çıxardacağımız layihə çox maksimum dərəcədə möhtəşəm bir layihədir və nəzərə alsaq ki, komiks dünyasında, pop mədəniyyəti dünyasında, geek community-də ninja tısbağalar və ruh ovçuları arasında bir növ crossover komiksi var. Biz də elə bir şey etməyi nəzərə almışıq ki, biz bu kainatda, yaratdığımız kainatda tam səmimi, yəni spoiler ola bilər. Yəni bizim bu kainatımızdır. Bəlkə kimlər üçün də maraqlı olmaz. Sadəcə bunu da qeyd etmək istəyirəm ki, The Last Ronin və ruh ovçuları eyni kainatdadırlar. Düzdür, biz The Last Ronin hekayəsini biraz fərqli formada təqdim eləyəcəyik, biraz dünyanı fərqli göstərəcəyik. Yəni post-apokalipsis dünyası deyil, amma yenə də Foot Clan'dır və sonuncu tısbağadır və ruh ovçularıdır bu kainatda. Məncə bu qədər məlumat yəni kifayət eləyər. Əslində biz Deadpool'dan Mujiklərə Salam rubrikasının kontentinin formatını tam fərqli şəkildə fikirləşmişdik. Biraz Söyüşdü. Biraz belə qara yumor olmalı idi. Yəni plan da elə idi. Biraz belə deyək də vulqar sözlər istifadə olunmalı idi. Amma bu sadəcə ikinci buraxılış olduğu üçün və məkanımızın da hal-hazırda, yəni istədiyimiz məkan, əlverişli, bizə əl verən məkan olmadığı üçün onu nəzərə alaraq rubrikanı belə davam edirik. Bu formatda davam edirik, amma müəyyən bir müddətdən sonra artıq istədiyimiz formatda, istədiyimiz məkanı tapandan sonra rubrika həmin formatda çıxacaq. Və belə bir fəlsəfi suala toxunmaq istəyirəm. Bu sualın cavabını əziz izləyicilərimiz videonu izlədiyiniz zaman siz də bizə cavab olaraq rəy bölməsində kanalımızda, YouTube kanalımıza yaza bilərsiniz və Vüsal'la özüm də bu suala cavab verəcəm. Deadpool'dan mujiklərə salam. Deadpool'dan mujiklərə salam. Deadpool'dan mujiklərə. Vüsal, Buyurun. sual belədir. Bəli. Səncə kişi kişini bloka atarmı? Məncə xeyr.
Bu qadının işidir məncə. Heç qadınlar indiki zamanın qadınları heç blok atmır. Belə deyək. Əziz izləyicilər, bu sualı sizə ünvanlayıram. Kişi kişini bloka atar. Bu sualın cavabını rəy bölməsində gözləyəcəm. Bunu da qeyd eləmək istəyirəm ki, bu ruh ovçuları layihəsi üçün hal-hazırda Üzr istəyirəm, sözü kəsirəm. Ruh ovçuları yox, kabus ovçuları deyək. Çünki bizdə orada ruhlar olmayacaq da təkcə mən başa düşdüyüm yerə. Əslində filmin belə deyim də, hərifi tərcüməsi ruh ovçuları gedir deyə biz də ruh ovçuları dedik. Amma Vüsal da qeyd elədiyi kimi, yəni təkcə ruh ovçuları olmayacaq. Ümumilikdə, yəni bədheybətlər, nə bilim, demonik varlıqlar və sair kimi şeylər olacaq. Belə. Elə bunu demək istəyirdim belə. Okey. Bunu da qeyd eləmək istəyirəm ki, hal-hazırda üzərində işlədiyimiz ruh ovçuları layihəsinin çəkilişləri mart ayında başlayacaq. Çünki fevral və mart ayının ortalarına kimi belə deyək də bir növ Ramazan ayı olduğu üçün və biz həmin ayda Vüsalla belə deyək də oruç tutduğumuz üçün çəkilişlər başlamayacaq. Çəkilişləri mart ayının 20-sindən sonra, yəni mart ayının belə deyim də axırı, aprelin əvvəlləri başlayacaq çəkilişlərə. Martın 25-dən sonra belə deyək, aprelin əvvəllərində Allah qoysa. Əsas qeyd etmək istədiyim şey odur ki, hal-hazırda bu layihə üçün kinoteatrlarla danışıqlar aparırıq. Nəzərimizdə tutduğumuz 2 dənə kinoteatr var. Biri dövlət səviyyəsində tanınan kinoteatrdır. İkincisi də belə məncə tanınan kinoteatrdır. Yəni Landmark adlı bir biznes mərkəzi var və o biznes mərkəzinin içində kinoteatr yerləşir. O kinoteatrda yəni bir çox insanlar tərəfindən çox tanınan bir kinoteatrdır. Layihəmizə bir sözlə bir günlük xüsusi qapalı təqdimatı keçiriləcək və o təqdimata izləyicilərimizdən də əgər kimlərsə iştirak etmək istəyirsə, gəlib iştirak edə bilər. Bir növ Azərbaycan içində həm Azərbaycan içində məşhur olan video blogerləri, həm də ki geek community, pop mədəniyyəti sahəsində məşhur olan blogerləri çağırmaq istəyirik həmin o filmin təqdimatına. İnşallah. Yəni böyük bir təqdimat keçirmək istəyirik. 40 nəfərlik zaldır. Yəni 40 nəfərə qədər adam yığa bilərik ora. Siyahımız da uzundur. Yəni dedi orada başqa stullar da var. Əslində yəni yox, elə olmağını istəmirəm. Çünki o qabağa qoyacaq. Monitoru yəni elə də yaxşı görsənmir. Belə deyək, birinci ilk riyadını çıxardaq orada. Hə, yəni 40 nəfərlik zaldır. 40 nəfərə də ki yaxın insan da dəvət edəcəyik. Siyahımız da var. Bir çox insanları dəvət edəcəyik və bunu da qeyd eləmək istəyirəm ki, hal-hazırda biz dünənləri mən Instagram platformasında Ruh Ovçuları layihəsinin Ghostbusters Azərbaycan buralarda bir yerdə çıxacaq həmin o Instagram hesabımızın belə deyək adı, ünvanı, profilini, hesabını yaratdım və 6 nəfər abunə olub. Çox sağ olsunlar bizə dəstək olanlar. Öz şəxsi Facebook hesabımda da paylaşmışdım həmişəki kimi. Bizə dəstək olan Nuş olsun. Çox sağ. Bizə dəstək olan insanların arasında təbii ki, həmişə Nəsib Xəlilov yox. Hə, düzdür. Yox, adın bilirsən necə ilk o Nəsib elə bil ki, sənin adını həmişə deyəndə birinci gözümün qabağında o sənin Facebook profilin gəlir. Orada Xəlilov Nəsib yazılır. Ona görə həmişə Nəsibov Xəlil deyəndə biraz çaşdırmış kimi oluram. Xəlil Nəsibov həmişə kimi bizə dəstək oldu. Abunə oldu. Təşəkkür edirəm. Adrian Barton, Hawkeye fanatı like qoysa da posta, amma abunə olmayıb. Yəqin ki abunə ol yəni, yoxsa abunə ol. Aysə abunə ol. Abunə olmamısan, yəqin ki Instagram hesabın yoxdur ya da ki nəsə. Yenə də dəstəyin üçün. Bəlkə də var, özü istəmir. Yenə də dəstəyiniz üçün hər ikimizə təşəkkür edirəm. Həm Nəsibə, həm Adriana. Yəni bu izləyicilərimiz bizə daima dəstək olan izləyicilərimizdir. Təşəkkür edirəm. Çox sağ olun. Demək istədiyim odur ki, yəni Instagram hesabımıza da abunə olaraq bizim bir növ layihəmizin inkişaf eləməyində, ilk addımlarını atmağında, hal-hazırda ilk addımlarımızı atırıq. Bu addımları atmaqda bizə dəstək ola bilərsiniz. Bəli. Buna görə sizə çox böyük bir təşəkkür edirəm. Çox sağ olun. Adrian bildiyim qədərilə Bakıdan kənarda yaşayır, amma yenə də aprel ayında filmimizin təqdimatı olacaq. Gəlmək istəsən, gəlib təqdimatda iştirak eləyə və bizlə də əyani şəkildə, biz də sənin əyani şəkildə tanış ola bilərik. Sonra nə qeyd eləmək istəyirəm? Bu arada bunu da qeyd eləmək istəyirəm ki, elə sosial şəbəkələrdən danışdım.
mövzu açılmışkən bunu da qeyd edeyim. Biz hal-hazırda Coffee All platformasında yeni bir hesab yaradacağıq. Ruh ovçuları layihəsi üçün, bu film layihəsi üçün bir hesab yaradacağıq. Orada da bizə kiçik iyanələr, yəni bir növ virtual kofelər alaraq layihəmizin bir çox proseslərinin, bir çox belə deyim də texniki, vizual və aktyor heyəti ilə əlaqəli maddi tərəflərinin qarşılanmasında bizə köməklik göstərə bilərsiniz. Yəni bir kofe 1 manatdır. Yəni 1 manata bir kofe alaraq, virtual kofe alaraq bizim layihəmizə ən azından o bir misal var ya, şorbada mənim də duzum olsun misalı ilə, məsələ ilə yanaşaraq kökündən zadından bir kökündən, suğundurundan bir şey atında onun içində də yeməyin içində. Dəstək ola bilərsiniz. Bu arada Marvel Azərbaycan səhifəsi yenidən dirçəlib dediklərinə görə adminlərə uğurlar arzulayıram və gələcək fəaliyyətlərində onlara böyük, belə deyim də, axır ki, layiq olduqları o nailiyyəti əldə eləməyi, uğuru əldə eləməyi arzulayıram. Və bunu da qeyd eləmək istəyirəm ki, bir şəxs var idi, bir növ bizim səhifələri izləyirdi, bizim güya komandanın üzvü idi, özünü komandanın üzvü kimi təqdim eləyirdi. Yaşca bizdən yaşı az olsa da, deyir ki, balaca boyu var, dam dolusu toyu var. Bir çoxları bilir ki, mənim dəfələrlə səhifələrimdə və yaxud da ki, harasa paylaşılan postlarımı kimsə işverənlik eləyib ortalığa çıxardıb, yəni bir növ kimsə gizli agent kimi öz aləmində Haydıranın agenti kimi fəaliyyət göstərib sukalıqla məşğul olub. Həmin o sukalıqla məşğul olan şəxs də bir ara bizim komandaya girmək istəyirdi. Özün komandanın üzvü kimi təqdim eləyirdi. Bunu hamınız, bir çoxlarınız tanıyırsınız. Nəsib, Punisher, Thanos Baba və dostluğumda olan bir çox insanlar həmin adamı tanıyır. İki dənə adla fəaliyyət göstərirdi. Soyadları eyni idi, amma adları fərqli idi. Bir ara bizim komandaya da girişdi. Yəni işverənlik pozisiyasında işverənlik eləmək istədi, amma gördü ki, alınmır. Amma yenə öz-özünü yandırdı. Necə yandırdı? Bizim köhnə Instagram hesabımız var idi. Dalğa Comics adlı. Orada mən hesabın adını dəyişib yerli brend qoymuşdum. Yerli cizgi brend idi, ya yerli brendi nəsə belə bir şey qoymuşdum. Yəni mövzu o deyil. Orada story paylaşdım ki, hesab bağlanır və fəaliyyətimizi bir müddətli saxlayırıq. İlk səhifədən ayrılan adam, ilk səhifəni tərk edən adam həmin o işverənliklə, sukalıqla məşğul olan az yaşlı olsa da həmin o adam idi. Təbii ki, mən o adamın işverənliklə, sukalıqla məşğul olduğunu çoxdan bilirdim. Amma bir növ özünü komandamızın içinə soxub nəsə bir informasiya almaq istəməyə çalışsa da, yəni heç ondan da olmadı. Bir çox izləyicilərimiz həmin adamı tanıyır, kim olduqlarını yəqin ki, bir çoxları biləcək söhbət kimdən gedir. Növbəti fəlsəfi sual. Deadpool'dan muciklərə salam. Deadpool'dan muciklərə salam. Deadpool'dan muciklərə. Niyə? Niyə? Siz də cavablaya bilərsiniz. Niyə? Mujikliyə, yəni Soy verən yoxdur. adımıza, layihəmizə, kontentimizə uyğun olaraq Deadpool'dan mujiklərə salam. Niyə mujikliyə fitva vermirsiniz? Özləri mujik deyil. Yox, məncə mən aləmdə odur ki, özləri mujik deyil. Yəni gəlirlər, girirlər, görürlər ki, nəsə var, nəsə paxıllıq eləyib, təzədən belə pısmasın, Rusla dartırlar dala, qaydılar dala, zanni verir. Əslində bu çox belə ağır fəlsəfi sualdır. Bu sualın mən cavabını özüm də bilmədiyim üçün niyə mujikliyə fitva vermirlər, həmin o sualın cavabını səsləndirə bilməyəcəm. Amma bunu bilirəm ki, Vüsal da biraz arxaya otur. Bizim yaşadığımız belə deyək də, həyat təcrübəmizdə Vüsal'la bir nəfər var idi. Bizim dostluğumuza nəsə birinci Vüsala eləmişdi, dostluq atmışdı. Bəli. Birinci Vüsala girişdi, dostluq atdı, sonra mənə dostluq atdı və həmin adam bizim qrupumuz olanda, Dalğa Comics qrupu olanda, Vüsala mənə pastaya girənlik eləyirdi, öz postlarını zaten paylaşırdı, özünü falan reklam eləyirdi. Özünü reklam eləyirdi, belə eləyirdi.
Biz ki dayandırandan sonra qrupun fəaliyyətini həmin adamda bir anlıq yox oldu. Təsəvvür et ki, gün ərzində Vüsalla həmin adamdan bir 10 dənə mesaj alırdıqsa, qrupumuzun fəaliyyətini dayandırandan sonra o adamdan artıq mesaj almırıq. Və həmin adam məni dostluğumda, yəni olan adam idi, bloka atıb. Niyə bloka atmısan deyə sualda onu ünvanlamışdım. Yəni kişini bloka atmaz, nəsə sözün varsa sözü deyə bilərsən. Ən azından yəni nəsə sənə qarşı olan davranışda nədənsə xoşun gəlməyibsə, səbəbini soruşa bilərsən. Təbii ki, soruşmamısan. Çünki soruşa da bilməzsən. Özün nəyə görə belə bir reaksiya sənə qarşı olduğunu da çox yaxşı bilirsən. Bəli. Bir nəfər də var idi, komandamıza qoşulmuşdu. O da 1-2 ay yəni yanımızda fırlandı, öz ideyalarına soxmaq istəyirdi. Gördü ki, öz ideyalarını da soxa bilmir, yəni soxuşdura bilmir. Mən çəkiləcəm, mən belə eləyəcəm, mən elə eləyəcəm, mən belə tullanacam, mən belə düşəcəm, mən belə idmanisti eləyəcəm. Göydə 4 dəfə salto vurub 10 dəfə şqabad açacam, şapaqad açacam, nə edəcəm və nəticə etibarı ilə həmin adam da ortada yoxdur. Çox maraqlıdır. Hə, amma ki pastayan yox, bəzən postlarımın altında, yəni söz soxduğum postlarımın altında biz bir yerdəyik. O reaksiyasını verir. Hə, Aysa elə bir reaksiya verir. Yəni çox böyük ehtimal ki, söhbətin yəni içində onun da keçdiyini bildiyi üçün Onunla belə bu söhbətə elədiyimiz üçün onun da haqq nədilər ona səmədədən zəhməti var. Hə. Zəhməti var. Yəni təbii ki, bizi yarı yolda qoyan insanlar və bizə söz verib sözünün arxasında durmayan insanlar hər birimizi başa düşürük və heç birimizə qarşı, yəni bu söhbəti nəyə görə eləyirik? Elə bilməyin ki, kiməsə qarşı elə bilməyin ki, hansısa kiməsə qarşı, hansımıza qarşı bir negativ düşüncəmiz, bir düşmənçiliyimiz var. Yəni siz bizim üçün olmayan, yəni sıfıra bərabər olan insanlarsınız, təbii ki. Sadəcə deyir ki, bu bir tanınmış var Azərbaycanda. O da təzə başlayanda ona deyirlər ki, yekə kişisən, get özünü belə elə, yekə kişisən, get belə elə, elə elə. Deyir, mən deyir, tanınandan sonra deyir, mənə deyir, o rəyləri yazan da, yəni insanlar mənlə deyir, kəlli görüşüb, müəllim bəylə zadla danışırdılar. İndi o bizə vaxtında götə girənlik eləyib, sonra mənə bloka atan həmin adamdır, sonra gələcəm, idmanisti eləyəcəm, şahpaqad açacam, tullanacam, düşəcəm deyib. Adam lazım olsa mən gətirəcəm. Hə, sonra bizi yarı yolda qoyan həmin o adamdır və gün gələcək ki, siz bizi görəndə bizlə müəllim deyib iki əllə əl verib salamlaşacaqsınız, əlimizi iki əllə sıxacaqsınız. Bu günlük də məncə bu qədər bəsdir. Əslində bir dənə mövzuya da toxunmaq istəyirdim. Christopher Nolan, dahi Christopher Nolan altını vurdu. Başlığı altında bir mövzu var. Elon Musk, yəni X-nın direktoru, X-nın idarə edicisi belə bir post paylaşmışdı. Mən Azərbaycan dilinə bunu tərcümə edirəm sizin üçün. Dahi Christopher Nolan altını vurdu. Yəni bu barədə nə düşünürsünüz? Mövzu nədir? Deməli, hamının bildiyi bir, bütün dünya bəlkə əhalisinin bildiyi tarixi bir hadisə baş verib. O hadisəni desənsə? Tarixi bir hadisə baş verib. Troya müharibəsi. Yəni bunu yəqin ki, hamı məktəbdə keçib. Hətta yəni filmlərdə belə izləyib, seriallarda belə izləyib. O Qamerin Odiseya adlı bir belə deyək, başlığı altında yazdığı bir kitab var, bir əsər var, bir roman var. Orada belə onu biraz Yunan mifologiyasına uyğunlaşdırıb həyata keçiriblər. Yəni o yazıb, ekranlaşdırılır. Yəni bu tarixi hadisənin, Troya tarixi hadisəsinin, Troya müharibəsinin bir çox adaptasiyaları var. İstər serial formasında, istər film formasında, istər cizgi film formasında. Ən yadda qalanı, ən yəni məşhuru Brad Pitt, tanınmış Hollywood aktyoru olan Brad Pittin canlandırdığı, rol aldığı Troya filmidir. Üzr istəyirəm. Hətta Legend of Tomorrow serialında da hətta ona da toxunmuşlar belə. Orada o biabırsız olmamışdı, yəni belə deyim sənə. Yəni uzun sözün qısası demək istədiyim odur ki, Helena, Troyalı Helena, yəni
Troyanın gözəlcəsi, Gamera onu belə deyim də tarixi əsaslara əsaslanaraq Yunan alimləri, Yunan tarixçiləri, yəni onu tarixi sənədlərə, yazılara, əl yazılarına, nə bilim, divar yazılarına, daş yazılarına da uyğunlaşdıraraq onun necə gözəl biri olduğunu, yəni simasının ağ, qar kimi bəyaz, nə bilim, saçlarının sarışın, blondi olduğunu, yəni gözlərinin mavi olduğunu, yəni ortalığa çıxardıblar və Christopher Nolan, həmin o dahi Christopher Nolan altını vurub. Yəni bu indi şəkil çıxacaq orada. Bu hara belə deyil. Və bu. Yəni hansıdır? Yəni hansı daha çox Helena gözəlsə Troyalı Helenaya oxşuyur. Siz bu barədə nə düşünürsünüzsə, fikirlərinizi bölüşərsiniz. Son olaraq bunu da qeyd eləmək istəyirəm ki, hal-hazırda üzərində işlədiyimiz bir kainat var. Fanat kainatı adı altında hələ ki fəaliyyət göstərir. Fanat kainatıdır. Biz fanat olaraq uşaqlığımızın o uşaq vaxtı izlədiyimiz o filmlərin, serialların, yəni etkisi yox, türklə danışmayaq, türklər bizim dillə mırtdaşır. Təsiri altında, yəni böyüyüb bu yaşa çatmışıq. Yaşımız da az deyil. Bu yaşa çatmışıq və ortalığa öz bir fanat kainatımızı ortalığa çatmaq istəyirik. Mənim ən sevdiyim personajlar, bir çox insanlar bilir ki, uşaq vaxtından Hörümçək adam olub. İlk tanışdığım personaj, yəni Hörümçək adam olub bu komiks dünyasında. Hörümçək adamla yanaşı Ninja Tısbağalar olub. Yəni Ninja Tısbağaları, Hörümçək adamdan yanaşı izləmişəm Ninja Tısbağaları. Sonra Batman olub və bir çox personajlar olub və ən əsası da uşaq vaxtı izlədiyim, yəni ilk fantastik filmlərindən Ruh Ovçuları filmi olub. Birinci və ikinci seriyası olub. O vaxtları, yəni Rus kanallarında da veriblər onu. Azərbaycan kanallarında da, Rus dilində ANS-də falan veriblər. ATV-də də veriblər. İzləmişik. Yəni ondan sonra Ruh Ovçularının cizgi serialı çıxdı. Onu da deyəsən səhv eləmirəmsə ORT kanalında verirdilər. Orada izləmişik və bu yaşa gəlib çatandan sonra özümü, yəni illərdir bu sahəyə, yəni bu kinematografiya sahəsinə, pop mədəniyyəti sahəsinə, geek community sahəsinə, yəni yönəldmişik. Özümüzü o sahəyə vermişik. Bir çox yaxşı da pis də işlərimiz olub. Yadınıza gəlirsə, keçən illəri bir video çarxı hazırlamışdım. Əgər tapsam onu da buralarda bir yerə qoyacağam, pauzamı da belə ki, yəni uğurlu və uğursuz işlərimiz olub. Bundan sonraki işlərimiz təbii ki, maksimum dərəcədə çalışacaq uğurlu işlər olsun. Hal-hazırda üzərində işlədiyimiz çox uzağa getməyim. Kainat bir növ Ruh Ovçuları filmi Lastronin eyni kainatda baş verirlər və bir neçə sürpriz personajlar olacaq. Yəni bunlar da pop mədəniyyətinin, geek community-nin bir növ qolları, fransayzları, parçaları olan, franşizalar olan filmlərdən, seriallardan götürülən personajdır. Onlar da yəni bu layihələrimizdə, bu kainatımızda yer alacaq. Amma ilk filmimiz sözsüz ki, yəni ilk layihəmiz Kabus Ovçuları olacaq. O Kabus Ovçuları, yəni Ruh Ovçularını da belə planlamışıq. Ya 1, 2, 3, yəni film olacaq və yaxud da ki, serial olacaq. Yəni bu çəkdiyimiz birinci filmi ya birinci film kimi təqdim edəcəyik, ya da ki, hazırlamaq istədiyimiz serialın ilk pilot bölümü kimi təqdim edəcəyik. Yəni bu variantı artıq ortalığa işimiz çıxandan sonra qərarlaşdıracaq. Son olaraq izləyin, dəstək olun, abunə olun, rəy yazın, fikirlərinizi bölüşün, maksimum dərəcədə çalışın, aktiv olun. Yəni tənqid, təklif, sözünüz, söhbətiniz varsa bölüşün bizlə, bizdəki onları maksimum dərəcədə çalışaq həyata keçirək. Bu arada Nəsib də demişdi ki, buraxılışların birində Deadpool komiksini səsli oxuyaraq analiz eləsəz yaxşı olar. Onu da yəni növbəti buraxılışlarda həyata keçirməyə çalışacağıq. Təbii ki, hal-hazırda yəni dediyim kimi, qeyd etdiyim kimi məkan problemimiz var və kontenti istədiyimiz kimi ortalığa qoya bilmirik deyə maksimum dərəcədə kanal boş qalmasın deyə və sizinlə də maraqlı söhbətlərimiz olsun deyə bu kontentin ikinci bölümünü də belə sadə şəkildə həyata keçirdik. Məndən bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Gələn görüşlərə görüşərik. Vüsal gözlə. Görüşərik. Özünüzə yaxşı baxın. Vüsal buyur. Nəsə sözün varsa. Yox, sözüm yoxdur. Bütün sözləri dedik artıq. Sizinlə gələn görüşlərdə görüşərik inşallah. Bizim öz istədiyimiz kimi görüşləri görüşərik. Sağ olun.